modul işarəsi daxilində dəyişən olan bərabərsizlər başlığından ikinci suala baxaq. Bizə deyir ki, ikinci sual, modulda x plus 3 böyükdür 1 bərabərsizliyini həll edin. Əgər modulda x plus 3 böyükdür müsbət ədəd olarsa, bu heyət olacaq. Heyətdə biz bilir ki, heyətdə birləşməni götürürük də. Belə yazırıq. İlk öncə modulun içi olduğu kimi qalır. X plus 3 böyükdür 1. Belə götürürük. Və ikinci halda isə yenə modulun içi olduğu kimi qalır. Kiçikdir mənfi 1. Yəni mənfi 1'ə vururuq. Və hər iki bərabərsizliyi həll edib onların birləşməsini tapırıq. X böyükdür mənfi 2. İkincidə isə x kiçikdir mənfi 4 olacaq. İndi intervallar quraq. İlk öncə mənfi işarə, daha doğrusu kiçik ədədi yazırıq. Sonra böyük ədədi. Mənfi 2-dən böyük və mənfi 4-dən kiçik sola doğru gedəcək. Və heç biri daxil deyil. İndi bizə deyir ki, həll edin. Olacaq mənfi sonsuzluqdan birləşməni tapırıq axı. Mənfi 4'ə qədər birləşir mənfi 2'dən müsbət sonsuzluğa qədər. O da olacaq Y variantı.